Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Risale-lərin Baxsası kitabında 34-cü bölümü davam edirik. Burada axırıncı 2 hədis qalıbdı, onu götürədik. Qadınları vəsiyyəti. İyas ibn Abdullah ibn Əbi Zübəbdən gələn hədislər radiyallahu anhudan demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demişdir. La tadribu imə Allah. Yəni, imə Allah kimlərə deyir? Qadın. Abdullah deyirlər, İbadullah, məsələn, qadınları da imə deyirlər. Yəni, qadınların qul forması. Allahın qul qadınlarını, yəni, vurmayın. Peyğəmbər sallallahu aleyhi vurmayın. Və Ömər radiyallahu anhu Rasulullah sallallahu aleyhi yanına gəlir və deyir, qadınlar öz ərlərinə asi düşdülər. Yəni, cürət göstərirlər də, belə deyək. Bunda fərəxxəsə fi darbihinnə və icazə verir neyləməyə, qadına vurmağa. Həmin elə olduqda icazə verir. Fəətafə bi əli Rasulullah sallallahu aleyhi ve sellem nisəun kəsirun. Və Rasulullah sallallahu aleyhi ve sellemin ailəsinin yanında çoxlu qadınlar əhatə edir. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin yoldaş yəşkunə əzvəcəhunnə. Fəətafə bi əli Rasulullah sallallahu aleyhi ve sellem nisəun kəsirun yəşkunə əzvəcəhunnə. Yəni, qadınlar gəlir, öz ərləri barəsindən şikayət edirlər. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, artıq Muhammedin evinin ailəsinin yanına çoxlu qadınlar gəldilər, öz ərlərindən şikayət edirlər. Onlar sizin xeyirləriniz deyil. Onlar sizin xeyirləriniz deyil. Yəni ki, qadınları vuranlar barəsində söhbət gedir. Başqa hədisdə gəlir ki, Abdullah ibn Amr ibn Aslan radiyallahu anhudan gələn hədisdə deyir, Allahın Resulü sallallahu aleyhi ve sellem demiş ki, dünya məta. Dünya məta'dır. Yəni ki, dünyada ləzzət var. Və xeyru məta'ihə əl-mər'atu salihə. Yəni, dünyanın ən xeyirli ləzzəti isə salih qadındır. Yəni, bu hədisdə rəhməhullah nəql edir. Bu hədisləri İmam Nəvəvi rəhməhullah qadınlarla bağlı olan bir məsələdir. Peyğəmbər sallallahu qadağ edir qadınların vurulmasına ki, qadınları vurmayın. Və bunu həmçinin də qadınların meclisə getməyinə mane olmamağı deyir. Ki, nədir? Meclislərə getmək istəsələr, onları ora aparın. Və qadınları vurmağa qadağ edir. Fəkəffu sahabələr isə bundan edirlər, dayanırlar, şeyləmirlər. Əmtə bixir? Yəni, sahabətə radiyallahu anhum kənu minət-tirazil əvvəli vəl-cilil müfaddalı. Çünki sahabələr birinci nəsil və fəzilətli nəsil olubdur. Əl-ləzinə izə du'a iləllahi və rasulihi qalu səmi'nə və ata'nə fəkəffu an darbin nisə. Onlar Allahın və Rasuluna çağırıldıqda, onlar deyərlər ki, biz eşitdik və itaət elədik və qadınları vurmaqdan neyləmişdilər? Kifayətlənmişdilər. Yəni. Qadınlar əqillərində də, dinlərində də qasirdirlər. Dinlərində naqiz, əqillərində isə nə deyir? Qasirdirlər. O vaxt ki, Rasulullah sallallahu aleyhi ve sellem qadağ edir onların vurulmasına, İctəra'nə aləzvəcihinnə. Həmin qadınlar ərlərinə qarşı neylə baş cürət göstərdilər. Və Ömər radiyallahu anhu necə ki deyir, qabaqda hədisdə keçir ki, deyir Allahın Rasulü, qadınlar ərlərinə qarşı cürət etdilər. Yəni, özlərini kişilərə üstün tutlaşan üçün vurmaq qadağa gəlibsə. Rasulullah sallallahu bunu eşidəndə icazə verir onların vurulmasına. Və kişilər də neyirlər? Bunda həddi aşırlar. Yəni, şiddətli vururlar. Yəni, hətta haqsız yerə belə nədir? Vururlar, yəni. Və qadınlar Rasulullah sallallahu ailəsinin yanına gəlirlər, yəni evinin ətrafına gəlirlər, cəm olurlar, həmin evin ətrafında özlərindən nədir? Şikayət edirlər. Nəbi sallallahu aleyhi ve sellem insanlara xütbə verərək bildirir ki, deyir, onlara xəbər verir ki, bunlar, qadınlarını vuranlar onların xeyirləri deyil. Yəni, qadınlarını vuran onların xeyirləri deyil. Kişilərin xeyirləri də deyil. Yəni, o mənasında. Sizin de xeyriniz öz əhlinə xeyirli olanınızdır.
Bu nə dəlalət edir ki, insan nə həddə aşmalıdır, nə də təqsiri olmalıdır öz əhlini vurmaqda. Yəni ki, şiddətli eləməməlidir. Ehtiyac olarsa da, yəni əgər səbəb taparsa da insan vurmağa, bu halda heç bir işgal yoxdur. Allah Subhanahu taala bunun mərtəbələrini öz kitabında qeyd edir vurmağın. Qadınlar barəsində danışanda ki, qorxsanız onların itaətsizliyindən onlara mövzə edin, sonra yatağa ayırın, sonra vurun. 3 mərhələni Allah Teala Nisa surəsi 34-cü ayədə bildirir. Buradakı vurmaq, yəni qan çıxartmadan, göyərtmədən, qırmadan beləncə bir vurmaq olmalıdır. Yəni. Ya. Sonra müəllif rəhməhullah Abdullah ibn Amr ibn As'dan gələn hədisi zikr edir ki, dünya mətədir. O dünyanın həmin ən xeyirli mətəsi isə nədir? Salih qadındır. Yəni insan dünyadan ləzzət alır, səfər edir, səfərə gedəndə özündən azuqə götürür, sonra azuqəsi qutarır. Yəni bu şeylərin içində, bu azuqələrin içində ən yaxşısı, xeyirlisi salih qadındır. Əgər insan bir salih qadınla dünyada dinində salih olan, əqlində salih olan qadınla müvəffəq olarsa da, qadına müvəffəq olarsa da, bu dünyanın nəyidir? Ən xeyirli ləzzətidir. Yəni. Çünki qadın onun sirrini, malını və evladını qoruyacaqdır. Qadın əqlində salih olarsa da, bu gözəl tədbir edəcək evində, uşaqların tərbiyəsində, kişi ona baxdıqda sevinəcəkdir. Kişi səfərlərdə olduqda, döyüşlərdə olduqda, yəni ki, ondan kənarda olduqda onu qoruyacaqdır. Ona bir işini həvalə etdikdə o ona xəyanət edəməyəcəkdir. Bu qadın dünyanın ən xeyirli mətəsidir. Bunun üçün də Peyğəmbər sallallahu demişdi ki, qadın 4 şeyinə görə evlənilir, nikah olunur, malına görə, nəslinə görə, nəsil əcəbəti ilə, gözəlliyinə görə və dininə görə. Dini olanı seç, əlin xeyir tapar. Sən dini olanı seç. Belə dedikdə insan dini olanla evlənsə, o xeyir tapar. Çünki gözəllik gedən bir şeydir. Gözəllik gedən şeydir. Amma qadının əxlaqı və dini onun ən böyük gözəlliyidir. Ona görə dini olanı tap ki, onda əlin xeyir tapar, yəni sənin. Gələn səfər 35-ci bölümə başlayarıq. Allah Teala da istəyirəm ki, bizlərə faydalar diləsin. Barakallahu.